Değerli dostlar, hər birinizi xoş gördük. Əziz 7-ci siniflər. Bugün növbəti dərsimizi izah edəcəm. Chiapas vilayətində əkinçilik. Bundan öncəki dərsi izah etmişdim. Azərbaycan harada yerləşir? Ondan əvvəlki dərslərimiz çox asan gəldi. Ona görə həm də ki düşündüm ki, keçmiş olarsınız artıq onu. Ona görə coğrafi mövqeyini təyin etmək olar mövzusunda əsas bu dördlü və altılı koordinat şəbəkəsini ayrıca izah etdim. Bugün artıq yeni bir mövzu, amma asan bir dərslə başlayacaq. Deməli, Meksikanın Chiapas ştatı ölkənin cənub-şərqində, Sakit Okean sahillərində Qvatemala ilə sərhəddə yerləşir. Qvatemala da Mərkəzi Amerikada ölkədir. Onun koordinatları təxmini 14-17 dərəcə şimal enlikləri, yəni paralelləri 14-17 dərəcə şimal paralelliklərində, 91-95 dərəcə qərb uzunluğunda yerləşir, yəni meridianları isə 95 dərəcə qərb uzunluğundadır. Chiapasın deməli mürəkkəb relyefi və iqlimi var. Burada hündürlüyü 1500-2500 metr arasında olan Meseta yaylası var. Meksikada Meseta yaylası var. Bunu yuxarı sinif şagirdləri daha yaxşı bilir və rütubətli meşələr yerləşir. Mərkəzi Amerikanın ən yüksək zirvələrindən biri olan Takana vulkanı da buradadır. Vulkan dağının ətəkləri əkinçilik üçün əlverişlidir. Chiapas vilayətində deməli qəhvə, banan, mango, avokado, bal, buğda kimi 63 qida məhsulu ixrac edilir. Chiapas ərzaq məhsullarının 90%-dən çoxunu ABŞ-a ixrac etsə də, bəzi məhsulların əsas bazarları Avropa ölkələridir. Bir çox şeylər yəni Avropaya satılır, müəyyən qədər də ABŞ-a, ABŞ-dan da bilirik ki, sərhəddə yerləşir. Əyalətdə əkinçiliyin inkişafı Meksika iqtisadiyyatında və xarici ticarətdə mühüm rol oynayır. Deməli, burada Chiapasın iqlim şəraitinin əlverişli olması onun coğrafi mövqeyinin də əlverişli olmasına səbəb olur. Dərsimiz cəmi bu qədərdir. İşimiz ancaq fəaliyyət bölməsindən olacaq, yəni tapşırıqların izahında. Suallarımızı cavablandıraq. A, B və C təsvirlərinə əsasən sualları cavablandırın. Chiapas əyalətinin coğrafi koordinatlarını nəyə əsasən müəyyən edə bilərsiniz? Coğrafi koordinat deyəndə paralellər və meridianlardan söhbət gedir və yaxud da ki, coğrafi uzunluq, coğrafi enlik anlayışlarından söhbət gedir. Coğrafi enlik deyəndə paralellər, coğrafi uzunluqlar isə meridianlardır uşaqlar. Hər bir istənilən bir nöqtənin koordinatlarını ancaq coğrafi enlik və uzunluğa əsasən müəyyən etmək olar. Chiapas əyaləti 15-20 dərəcə şimal enlikləri və 90-95 dərəcə qərb uzunluqları arasında yerləşir. Və yaxud da deyə bilərik ki, Chiapas əyaləti 15-20 dərəcəlik paralellər arasında, şimal enliyi o deməkdir ki, yəni paralelləri 15-20 dərəcədir. Meridianları isə 90-95 dərəcə qərb uzunluqlarıdır uşaqlar. B variantında C şəklindəki qəhvə plantasiyasının B xəritəsindəki hansı ərazilərə, yəni X, Y, Z hansına uyğun gəldiyini müəyyən edin. Deməli, Chiapas Meksikanın ən çox qəhvə istehsal edən əyalətidir. Mətndə də bu barədə yazılmışdı. Bu, onun əlverişli relyefi, iqlim şəraiti ilə əlaqədardır. Yəni, həm relyef şəraiti uyğun olmalıdır. Relyef odur ki, yəni dağlıqdırmı, düzənlikdirmi, bu şərait əlverişli olmalıdır məhsul üçün. Və iqlimi çox sərt olmamalıdır, uyğun iqlim olmalıdır ki, ona uyğun da bitki yetişdirə biləsiniz. Plantasiyalar əsasən orta dağlıq və dağətəyi ərazilərdə becərilir. Çünki yüksək dağlıqda hava soyuq olacaq axı. Ona görə uyğun ərazilər ancaq həm də relyef şəraiti uyğun deyil. Ona görə plantasiyaların dağətəyi və dağ yamac ərazilərinə uyğun gəldiyini söyləmək olar. X isə yüksək dağlıq ərazidir. Yüksək dağlıq ərazidə də qəhvə yetişdirmək biz bilirik ki, qeyri-mümkün olan bir şeydir. Qəhvə ümumiyyətcə isti sevən bir bitkidir. Soyuğa davamı olmayan bir bitki sayılır. İkinci sualımızda Chiapas əyalətinin coğrafi mövqeyi hansı xüsusiyyətlərə görə əlverişlidir? İzah etməyimizi istəyir bizdən. Əyalət əsasən rütubətli iqlimə malikdir. Bunun səbəbi ərazinin iki okeanın təsirinə məruz qalmasıdır. Biz bilirik ki, şərqdən Atlantik okean, qərbdən Sakit okeanla sərhəddə yerləşir Meksika. Bu isə Chiapasda əkinçiliyin inkişafına imkan verir. Yəni, hər bir okeanın təsiri önəmlidir. Okean ətrafında yerləşəndə ərazi, yəni iqlim daha rütubətli keçir. Bilməliyik ki, okean üzərindən rütubətli hava kütlələri əraziyə daxil olur, quraqlığın qarşısını almış olur. Bu isə Chiapasda əkinçiliyin inkişafına imkan verir.
Bundan başqa əyalət iki qitənin arasında şimal-cənub nəqliyyat dəhlizi yolu kimi əhəmiyyətli rola malikdir. Hansı qitələr desəm, hansı suala cavab verərsiniz uşaqlar? Sizcə Çarpas əyaləti hansı qitədə yaxud da Meksika hansı qitələr arasında dəhliz rolunu oynaya bilər? Əlbəttə ki, Şimali Amerika ilə Cənubi Amerikadan söhbət gedir ki, iki qitə arasında deməli əlverişli coğrafi mövqeyə malikdir. Sakit Okeanla Atlantik Okean arasında keçid üçün əlverişli coğrafi mövqeyə malikdir. Həm də Meksikanı yaxşı inkişaf etdirməyə, yəni inkişaf etməyinə kömək edən səbəblərdən biri də ABŞ-la sərhəddə yerləşməyidir. Ərazinin inkişaf etmiş ölkə ilə sərhəddə yerləşməyi onun inkişafına müsbət təsir göstərir. Həm ərazinin iqlimi, həm relyef şəraiti, həm coğrafi mövqeyi, yerləşdiyi sahilində yerləşən və yaxud da sərhədində yerləşən hansı ölkələrlə dostluq və yaxud da düşmənlik mövqeyi belə ərazinin yəni inkişafına böyük təsirini göstərir. O baxımdan Meksika yəni əlverişlidir. Azərbaycan da əslində əlverişli coğrafi mövqedə yerləşir. Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşir. Ancaq təəssüf ki, bizim qonşularımız biraz nadirüstülər. Qonşularımız yaxşı qonşu deyil, təəssüf ki. Bəziləriniz çıxmaq şərti ilə təbii ki. Baxmayaraq dünyanın ən böyük ölkəsinin sahilində yerləşirik, sərhədində yerləşirik. Dünyanın ən böyük ölkəsi ilə sərhəddəyik. Çox təəssüf ki, Ermənistanla da sərhəddəyik. Bu da bizim coğrafi mövqeyimizə mənfi təsir göstərir. Amma əlverişli ona görə ki, həm faydalı qazıntı baxımından zənginik, həm yerləşdiyimiz ərazi iki qitənin sərhədində yerləşir. Bunlar hamısı nəzərə alınır. Həm də ki, subtropik mülayim iqlim qurşaqlarındayıq. İqlimimiz də əlverişlidir, çox sərt deyil. Dağlığımız var, düzənliyimiz var, hələsi öz yerində əlverişli hesab edilir. Hər zaman vətənimizə layiqli insanlar olmalıyıq. Hər birinizə uğurlar arzulayıram əziz şagirdlərim. Gələn dərsimizdə inşallah ki, görüşmək ümidi ilə. Sağ olun.